Yaxın Şərqdəki gərginlik Rusiyanın enerji gəlirlərini gözlənilmədən artırıb. Avropa Birliyinin sanksiyalarla bağlı son manevri isə həm müttəfiqlər arasında, həm də cəbhə xəttində müxtəlif suallar doğurur. Moskva yaranan fürsətdən yararlanmaq istəsə də, Avropa bu yumşalma oyununda iştirak etməyəcəyini bəyan edib. İndi əsas sual budur: bahalı neft müharibənin taleyini dəyişə bilərmi? Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda neft qiymətləri artmağa davam edir. Ötən ay $70 səviyyəsində olan Brent neftin qiyməti $100 ötüb və artım səngimir. Belə vəziyyətdə ABŞ Rusiya nefti və neft məhsullarının alınmasına 30 günlük müvəqqəti icazə verib. Məqsəd qlobal enerji bazarındakı gərginliyi azaltmaqdır. Mart ayının ilk həftəsində Rusiyanın neft ixracından əldə etdiyi gəlir fevral ayı ilə müqayisədə 17% artıb. Bu da o deməkdir ki, mart ayında Rusiya neft və qazdan hər gün təxminən 510 milyon avro qazanır. İran böhranından ən çox faydalanan Rusiyadır. Çünki ixrac gəlirləri artır. Məsələn, Hindistan ötən ilin sonunda Rusiyada neft ixracını azaltmaqla bağlı ABŞ ilə razılığa gəlmişdi. Əvəzində Körfəz ölkələrindən neft alırdı. Lakin hazırki böhrana görə Körfəzdən kifayət qədər neft əldə edə bilmədiyi üçün Rusiyada neft idxalını yenidən artırıb. Rusiyaya məhdudiyyətlərin qaldırılması 100 milyon barelə şamil ediləcək. Sənəd aprelin 11-nədək qüvvədədir. ABŞ Maliyyə Naziri bunun Rusiyaya o qədər də fayda verməyəcəyini deyir. Ekspertlər isə Ukraynada davam edən müharibə fonunda belə qərarın cəbhədə vəziyyəti dəyişməyəcəyini deyir. Hazırda Ukrayna cəbhənin bir çox hissəsində taktiki üstünlük əldə etməyi bacarır və sadəcə üstün olan düşmən qüvvələrini, xüsusilə Donbasda tədricən yormaq strategiyasını həyata keçirir. Hətta Vaşinqton-Moskva münasibətlərinin dəyişməsi, sanksiyaların qismən ləğvi və ya Kremlin daha çox gəlir əldə etməsi belə Rusiya ordusunun daha keyfiyyətli hərbi fəaliyyət göstərməsinə dərhal təsir edə bilməz. Artıq heç kəs dünyanın ikinci güclü ordusu nağıllarına inanmır. Analitiklərə görə hətta Rusiyaya qarşı bütün sanksiyalar ləğv olunsa və enerji gəlirlərində sıçrayış baş versə belə, Moskvanın cəbhədə üstünlük qazanması üçün vaxt lazımdır. Hərçənd bu müddət bir aylıq nəzərdə tutulub. Kremlin əvvəlki alıcısı Avropa İttifaqı isə sanksiyaların ləğvini heç düşünmür. Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa və Almaniya kansleri Friedrich Merz ABŞ-nin qərarından narazı olduqlarını dilə gətiriblər. Rusiyada belə düşünürlər ki, bu müddət uzadıla da bilər və Rusiya nəinki Hindistana, müxtəlif ölkələrə rahatlıqla neft sata bilər. Amerikanın bu Rusiyaya yönəlik bu belə fürsətlər yaratmasına baxmayaraq, Avropa Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Çünki belə bir qərar versə, bu Avropanın imicinə çox böyük zərbə vurar. Vladimir Putin də bu fürsətlərdən istifadə edərək Avropaya müraciət edib ki, indi Avropa istəsə Rusiya yenidən Avropaya qaz və neft nəql edə bilər, amma Avropanın siyasətinin bu mənada dəyişəcəyini düşünmürəm. Ekspertlərin fikrincə İran ətrafında hərbi əməliyyatların uzun davam etməsi və enerji qiymətlərinin artımı Rusiyanın qismən də olsa xeyrinə işləyəcək. Bu isə Moskvanın Ukraynada müharibəyə daha çox qüvvə toplamasına və işğalı davam etdirməsinə gətirib çıxaracaq.